İmam Hüseyin əleyhissalam haqqında yazırlar ki, gəlirdilər İmam Hüseyin ağanın başını kesməyə. Neçə nəfəri göndərdi Ömər Sərd, heç kəs gəlib cəsarət eləmirdi. Bunun axırda məlun Şimr bədbəxt cəsarətlədi. Orada yazılır ki, bəziləri gəlirdilər İmam Hüseyin ağanın başının üstünə. İmam Hüseyin ağa yaralı şəkildə buyurur ki, get mənə su gətir, sonra məni öldür. Mən bu sualı böyük bir alimə verdim ki, İmam Hüseyin əleyhissalamın o şəhadət məqamında bu sözü deməsi nə qədər ağlasıqandır. Get mənə su gətir. Suyu içib nə edəcək ki? Onsuz da gedib də cənnətə. Çox gözəl açıqlama verdi. Buyurdu ki, İmam Hüseyin əleyhissalamın ruhu bədənini tərk edənə qədər o ümmətin imamı idi, xalqın lideri idi, mənəvi lideri. O istəyirdi ki, onu qətlə yetirməyə gələn şəxs imam qatili olmasın. Bəlkə gedib su gətirənə qədər fikir dəyişə. Bəlkə gəlməyə. Bu qədər günah eləyib da bundan sonra etməyə.